Salam, bədəninizdə və özünüzdə olan xallardan biri son vaxtlarda böyüyüb, rəngi dəyişib, qaşımağa və ya qanamağa başlayıb. Bir çox insan xalları sadəcə estetik problem hesab edir və onlara diqqət yetirmir. Halbuki bəzi hallarda xalın görünüşünə baş verən dəyişikliklər ciddi dəri xəstəliklərinin, o cümlədən dəri xərçənginin erkən əlaməti ola bilər. Bu videoda xallar haqqında bilməli olduğunuz vacib məlumatlardan, təhlükəli əlamətlərdən və ya nə zaman dermatoloqa müraciət etməli olduğunuzdan danışacağıq. Xal nədir? Xal dəridə melanosit adlanan pigment hüceyrələrinin toplanması nəticəsində yaranan törəmədir. Əksər xallar tamamilə xoşxassəlidir və insanın sağlamlığı üçün təhlükə yaratmır. Bəzi insanlarda onlarla xal ilə doğulur, bəzilərində isə həyat boyu yeni xallar əmələ gəlir. Bu bir çox hallarda normal hesab olunur. Hər yeni xal təhlükəlidirmi? Xeyr, yaş artdıqca yeni xalların yaranması mümkündür. Lakin xüsusilə 30-35 yaşdan sonra sürətlə əmələ gələn və ya görünüşü fərqli olan xallar diqqətə qiymətləndirilməlidir. Bunlar əsas məsələ xalın olması deyil, onun dəyişməsidir. ABCD qaydası. Dermatoloqlar xalları qiymətləndirərkən tez-tez ABCD qaydasından istifadə edirlər. A. Asimetriya. Xalın bir tərəfi digər tərəfinə bənzəmirsə, bu diqqət tələb edən əlamət ola bilər. B. Border, kənarlar. Əgər xalın kənarları qeyri-bərabər dişli və ya bulanıq görünürsə, bu da müayinəyə ehtiyac yarada bilər. C. Color, rəng. Normal xal adətən vahid rəngdə olur. Əgər eyni xalın içində qara qəhvəyi, boz, qırmızı və ya ağ rənglər birlikdə görünürsə, bu dəyişiklik qiymətləndirilməlidir. D. Diametr, ölçü. 6 mm-dən böyük olan hər xal təhlükəli demək deyil, amma ölçüsü böyüyən xallar mütləq izlənilməlidir. E. Evolution, dəyişiklik. Ən vacib əlamət budur. Əgər xal böyüyürsə, forması dəyişirsə, qaşınırsa, qanayırsa, qabıq bağlayırsa, mütləq dermatoloqa müraciət edilməlidir. İnsanların etdiyi ən böyük səhvlər xalı evdə qoparmaq. Bəzi insanlar sap bağlayır, ülgücdə kəsir və müxtəlif kimyəvi vasitələrdən istifadə edirlər. Bu infeksiyaya, qanaxmaya və düzgün diaqnozun gecikməsinə səbəb ola bilər. Sosial mediada gördüyü üsulları tətbiq etmək. Son illərdə xalı evdə yandırın, bu məhlulu sürtün, xal yox olacaq kimi videolar geniş yayılıb. Bu üsullar təhlükəli ola bilər, çünki həmin törəmənin sadəcə xal olub olmadığını yalnız həkim müəyyən edə bilər. Dəyişiklikləri görməzlikdən gəlmək ən təhlükəli səhvlərdən biri də budur. Bir çox insan illərlə böyüyən və dəyişən xalı normal hesab edir. Halbuki erkən diaqnoz həyat qurtara bilər. Xallar necə müayinə olunur? Dermatoloq xüsusi cihaz, dermatoskop vasitəsilə xalı böyüdülmüş şəkildə qiymətləndirir. Bu müayinə ağrısızdır və bir neçə dəqiqə çəkir. Lazım gəldikdə əlavə müayinələr və xalın götürülməsinə tövsiyə oluna bilər. Günəşin xallara təsiri. Uzun müddət günəş şüalarına məruz qalmaq dəriyə ciddi zərər verə bilər. Xüsusilə açıq dərili insanlar və bədənində çoxlu xal olan şəxslər günəşdən daha diqqətlə qorunmalıdır. SPF istifadəsi yalnız estetik məqsəd daşımır. O həm də dəri sağlamlığının qorunmasına vacib hissəsidir. Kimlər daha diqqətli olmalıdır? Əgər bədəninizdə çoxlu xal varsa, ailənizdə dəri xərçəngi olan şəxs olubsa, günəş altında uzun illər işləyirsinizsə, uşaqlıqda dəfələrlə günəş yanığı keçirmisinizsə, müntəzəm dermatoloji müayinə sizin üçün xüsusilə vacibdir. Nə zaman dermatoloqa müraciət etməlisiniz? Əgər xalınızın rəngi dəyişibsə, əgər ölçüsü böyüyürsə, əgər qaşınır və ya qanayırsa, əgər yeni yaranan xal digərlərindən tam fərqli görünürsə, vaxt itirmədən dermatoloqa müraciət edin. Erkən diaqnoz bir çox ciddi problemin qarşısını ala bilər. Yekun. Bütün xallar təhlükəli deyil, amma bütün dəyişən xallar diqqətlə qiymətləndirilməlidir. Özünüz diaqnoz qoymağa və ya ev şəraitində xalınızı götürməyə çalışmayın. Unutmayın, dərinizdə olan hər hansı xalın təhlükəli olub olmadığını yalnız dermatoloq müəyyən edə bilər. Əgər xalınızda dəyişiklik hiss edirsinizsə, bunu gecikdirməyin. Vaxtında edilən müayinə həm sağlamlığınızı qoruyur, həm də lazım gəldikdə erkən müalicə imkan yaradır. Əgər bu video sizin üçün faydalı oldusa bəyənməyi, kanalımıza abunə olmağı və bildiriş zəngini aktiv etməyi unutmayın. Şərhlərdə sizi maraqlandıran digər dermatologiya mövzularını yazın. Sağlam dəri üçün növbəti videolarda yenidən görüşənədək.